Salam əziz izləyicilər, xoş gördük sizləri. Ümid edirik ki, 2026-cı il daha uğurlu olacaq. Bürclərə görə qırmızı od atı ilində bütün bürclər şəxsi transformasiya yaşayacaqlar. Astroloji proqnozlar gələn ilin xüsusi təbiətinə işarə edir. Bürclər unikal planetar düzülüş sayəsində dövrün enerji, stimullaşdırıcı hərəkət və yaradıcı araşdırmalarla dolu olacağını göstərir. Ümumilikdə qırmızı od atının himayəsi altında 2026-cı il tarazlı olacağını vəd edir. Heç bir böyük dəyişikliklər gözlənilmir. Astroloqlar qeyd edirlər ki, bu əvvəllər planlaşdırılan planları həyata keçirmək üçün əlverişli bir zamandır. Lakin qeyd etmək vacibdir ki, maddi qazanc 2026-cı il üçün əsas prioritet olmayacaq. Astroloqlar vurğulayırlar ki, şəxsi inkişafa can atan, mənəvi inkişafa diqqət yetirən, başqalarına qayğı göstərən və dünyanı yaxşılaşdırmaq üçün çalışan insanlar ən böyük dəstəyi alacaqlar. Qırmızı od atının himayəsi altında 2026-cı il üçün bütün bürclər üçün ətraflı astroloji proqnoz hazırlanmışdır. Buyurun izləyin. Abunə olmağı unutmayın. Yeni iliniz mübarək. Yeni 2026-cı il Qoç bürcü üçün dramatik dəyişikliklər dövrü olacaq. Qırmızı od atının enerjisi bürcün təbii enerjisi ilə rezonans doğurur və həyatı dinamizmlə doldurur. Bürcün sözlərinə görə bu, uzun müddətdir gözlənilən niyyətlərin gerçəkləşə biləcəyi və cəsarətli qərarların bəhrəsini verə biləcəyi bir dövrdür. Lakin astroloqlar Qoç bürcünün tarazlığı qorumağın vacib olduğunu xəbərdar edirlər. İntuisiyasına etibar etsinlər, amma impulsivlikdən çəkinsinlər. 2026-cı ildə bu bürcü peşəkar inkişaf üçün əlverişli şərait gözləyir. Bürclər bu bürcün karyeralarını dəyişdirmək və ya öz layihələrini başlatmaq istəməsi ehtimalını istisna etmir. Bundan əlavə, Qoç bürcünün bir çox təşəbbüsləri həmkarlarından, tərəfdaşlarından və ya gözlənilməz müttəfiqlərindən dəstək alacaq. Lakin uğur sistemli bir yanaşma tələb edəcək. Astroloqlar bu bürcə strategiya üzərində düşünməyi, plan yaratmağı və hər şeyi birdən həll etməyə çalışmamağı məsləhət görürlər. Dövlət sektorunda hüquq və təhsildə çalışan Qoç bürcünün 2026-cı ili xüsusilə uğurlu olacaq. Lakin bu bürc təbii xərclərdən çəkinməlidir. Özünüzə investisiya qoymaq daha yaxşıdır. İxtisaslarınızı təkmilləşdirmək, yeni bacarıqlar öyrənmək və sağlamlığınıza qayğı göstərmək. Qırmızı od atı qətiyyəti təşviq edir. Bu cür investisiyalar öz bəhrəsini verəcək, ulduz falı vurğulayır. Yeni 2026-cı il Qoç bürcünün münasibətləri üçün bir sınaq ola bilər. Bir çox cütlük prioritetlərini yenidən nəzərdən keçirməli olacaq. Astroloqlar hisslərin səmimiliyi ilə çətinliklərin aradan qaldırılacağına əminlik verirlər. Ayrılıq yaşayan bu bürcdən olanlar üçün yeni tanışlıq imkanları açılacaq. Subay qoçlar sevgiyə baxışlarını dəyişdirəcək biri ilə tanış olacaqlar. Ümumiyyətlə, astroloqlar bürcünü 2026-cı ildə od atının enerjisindən ağıllı şəkildə istifadə etməyə təşviq edirlər. Bu, məqsədlərinizə çatmağınıza və özünüzü daha dərindən anlamağınıza, xəyallarınızı gerçəkləşdirməyinizə kömək edəcək. Buğa bürcü üçün 2026-cı il dərin dəyişikliklər dövrü olacaq. Astroloqların fikrincə, bu dövr bu bürcün həyat prioritetlərini yenidən nəzərdən keçirməsini, təməllərini möhkəmləndirməsini və yeni imkanlar kəşf etməsini tələb edəcək. Bürclər təbii möhkəmliyini çeviklik və strateji düşüncə ilə birləşdirə bilən buğa bürclərinə uğur gətirəcəyini vurğulayır. Peşəkar həyatlarında 2026-cı ildə karyera dəyişikliklərindən tutmuş qəfil işdən çıxarılmalara qədər gözlənilməz dönüşlər mümkündür. Bürclər buğa bürcünü bu hadisələrə geriləmə kimi baxmamağa çağırır. Astroloqlar qeyd edirlər ki, bütün bu epizodlar qırmızı od atının himayəsi altında il ərzində böyümə üçün tramplin ola bilər. Buğa bürcünün 2026-cı ildə maliyyə proqnozları qarışıq olacaq. Bir tərəfdən fırıldaqçılıqla əlaqəli risklər var. Buna görə də astroloqlar hər hansı təklifi diqqətlə nəzərdən keçirməyə çağırırlar. Digər tərəfdən, etibarlı aktivlərə investisiya qoymaq bu bürcə əlavə qazanc gətirəcək. Qırmızı od atı ili xüsusilə tikinti, maliyyə, kənd təsərrüfatı və dizayn sahələrində çalışan buğa bürcü işçiləri üçün əlverişli olacaq.
2026-cı ilin ikinci yarısında bu bürc üçün gözlənilməz maliyyə gəlirləri mümkündür. Məsələn, miras və ya əmlak satışından əldə edilən gəlir. Şəxsi həyatlarında boğa cütlükləri çətinliklərlə üzləşə bilərlər. Bürclər xəbərdarlıq edir ki, münaqişələr bu bürcdə münasibətlərini yenidən düşünmək ehtiyacını göstərəcək. Lakin qarşılıqlı hörmət və dialoqa hazırlıqla hər şey yaxşı olacaq. Subay Buğa üçün 2026-cı ildə o data oxşar ruha və dəyərlərə malik biri ilə görüşmək şansı təqdim edəcək. Bunun yazda baş verməsi ehtimalı yüksəkdir. Ümumilikdə 2026-cı il Buğadan səbir və intizam tələb edəcək. Lakin bürc ehtiyatlılıq və qətiyyət arasında tarazlığı qoruyaraq ardıcıl hərəkət edərsə, qırmızı od atının himayəsi altında olan il mövqelərin möhkəmləndirilməsi və yeni üfüqlərin açılması dövrü olacaq bürclər vəd edir. Əkizlər bürcü 2026-cı ildə dinamik dəyişikliklər və maraqlı imkanlar gözləyə bilər. Qırmızı od atının enerjisi şəxsi və peşəkar inkişaf üçün unikal bir fon yaradacaq. Bürclərə görə 2026-cı ildə əkizlərin ideyaları güclənəcək və sözləri ağırlıq qazanacaq, yeni üfüqlərə qapılar açacaq. Astroloqlar qeyd edirlər ki, ilin əvvəlində əkizlər dəyərlərini yenidən qiymətləndirəcək, gələcək üçün bir strategiya hazırlayacaqlar. Yazın gəlişi ilə əkizlər enerji və yeni imkanlar dalğası hiss edəcəklər. Bu bürc sözün əsl mənasında maraqlı karyera imkanları üçün bir maqnit olacaq. Yayda bəzi əkizlər karyera yollarını dəyişdirmək istəyəcəklər. Bu təmizlənmə dövrü ilə əlaqələndiriləcək. Lazımsız şeylərdən qurtulmaq və yalnız maraqlarına xidmət edən şeyləri saxlamaq istəyəcəklər. 2026-cı ilin payızında əkizlərin peşəkar həyatlarında yeni imkanlar olacaq. Liderlik nümayiş etdirə, işgüzar əlaqələr qura və çoxdan planlaşdırılan layihələri həyata keçirə biləcəklər. Bürclərə görə maliyyə sahəsi 2026-cı ildə əkizləri sevindirəcək. Məsuliyyətlərini aydın şəkildə yerinə yetirmək və mütəşəkkil qalmaq onlara maddi mükafatlar qazanmağa imkan verəcək. Yayda köhnə layihələrdən və ya investisiyalardan gözlənilməz qazanc əldə etmək mümkündür. Ümumilikdə bürclər vəd edir ki, 2026-cı ilin sonuna qədər əkizlər gələcək üçün təməl rolunu oynayacaq etibarlı bir ehtiyat yaratmaq imkanına sahib olacaqlar. Şəxsi həyatlarında od atı müxtəlif ssenarilər gətirəcək. Subay əkizlər ilin ilk yarısında ünsiyyət çatışmazlığı hiss edə bilərlər. Lakin bu dövr ən yaxşı şəkildə şəxsi inkişafa həsr olunur. Astroloqlar qeyd edirlər ki, yayın sonu və payızın başlanğıcı bu bürc üçün romantik görüşlər üçün uyğundur. Bürclərə görə ailələri olan əkizlər üçün 2026-cı il birgə səyahətlər və ya ortaq fəaliyyətlər vasitəsilə əlaqələrini gücləndirmək şansı təqdim edəcək. Xərçənglər üçün 2026-cı il dərin emosional və həyati dəyişikliklər dövrü olacaq. Od atının enerjisi dinamizm və həvəs gətirəcək ki, bu da əvvəlcə bürc işarəsinin təbii yumşaqlığına və düşüncəsinə yad görünə bilər. Lakin ulduz falına görə 2026-cı ilin təsiri altında xərçənglər uzun müddətdir arzuladıkları xəyalları gerçəkləşdirmək üçün cəsarət tapacaqlar. Proqnoza görə peşəkar sahədə qırmızı od atı bu bürc işarəsi üçün yeni üfüqlər açacaq. Bəzi xərçənglər dəyişiklik istəyi hiss edəcəklər, işlərini dəyişdirmək, əlaqəli bir ixtisasa yiyələnmək və ya öz layihələrini başlatmaq. Digərləri isə məqsədlərini aydın şəkildə ifadə edə və praktik dəyərini nümayiş etdirə bilsələr, iddialı ideyaları həyata keçirməkdə dəstək tapacaqlar. Eyni zamanda astroloqlar xərçənglərə hər şeyi birdən mənimsəməyə çalışmaqdan çəkinməyi tövsiyə edirlər. Etibarlı müttəfiqlərə güvənərək addım-addım hərəkət etmək daha yaxşıdır. Başqalarına qayğı göstərmək, yaradıcılıq, psixologiya və ya daşınmaz əmlakla əlaqəli sahələr bu bürc işarəsi üçün xüsusilə əlverişli olacaq. Xərçəngin 2026-cı ildə maliyyə proqnozları qarışıq olacaq. Bir tərəfdən qırmızı od atı gözlənilməz fürsətlər, məsələn yüksək maaşlı iş təklifi və ya gəlirli tərəfdaşlıq gətirəcək. Digər tərəfdən rahatlıq və estetika ilə əlaqəli impulsiv xərcləmə riski var. Bu vəziyyətdə astroloqlar xərçəng bürclərinə büdcəyə diqqət yetirməyi tövsiyə edirlər. 2026-cı ilin ikinci yarısında ulduz falı böyük vəsait axını proqnozlaşdırır. Lakin bu bürc onu qısa müddətli istəklər üçün deyil, uzun müddətli məqsədlər üçün istifadə etmək daha yaxşıdır. Ailəli xərçəng bürcləri üçün 2026-cı il əlaqələri möhkəmləndirmək üçün bir zaman olacaq.
Cütlükdə anlaşılmazlıqlar olubsa, indi onları aydınlaşdırmaq üçün real bir şans olacaq. Qırmızı od atı münasibətlərə ehtiras qatacaq, eyni zamanda tələbkar bir təbiətə malikdir. Buna görə də bu bürcün kin saxlamaqdan çəkinməsi və bunun əvəzinə hisslərini açıq şəkildə ifadə etməsi vacibdir. Subay xərçənglər emosional yaxınlıq arzularını bölüşən biri ilə tanış ola bilərlər. Lakin onların hisslərinə qapılmaqdan və tələsik qərarlar verməkdən çəkinin. Ayrılıq yaşayanlar üçün qırmızı od atı keçmişi yenidən düşünmək və yenisini qəbul etmək şansı təqdim edəcək. Ümumilikdə ulduz falına görə 2026-cı il xərçənglər üçün qorxuları və köhnəlmiş inancları buraxmaq üçün bir zaman olacaq. Od atı onları əsl istəklərini anlamaq üçün rahatlıq zonasından yumşaq bir şəkildə çıxaracaq. Gündəlik yazmaq özünü kəşf etmə prosesini gücləndirdiyindən çox kömək edəcək. Şirlər üçün qırmızı od atının himayəsi altında 2026-cı il dəyişiklik və yeni imkanlar gətirəcək. Bürclərə görə bu bürc ən cəsarətli planlarını həyata keçirmək üçün güc qazanacaq. Astroloqlar qeyd edirlər ki, 2026-cı ildə şirlərin toplanmış potensialı tam şəkildə reallaşacaq. Bununla belə, onlar əsas məqsədlərə diqqət yetirməli və ambisiya ilə məsuliyyət arasında tarazlığı qorumağı öyrənməlidirlər. Peşəkar həyatlarında şirlər təsirli perspektivlər gözləyə bilərlər. Qırmızı od atı ilində liderlik mövqeyi tutmaq, tanınmaq və ya çoxdan arzusunda olduqları bir layihəni həyata keçirmək şansı olacaq. Bundan əlavə, şirlərin təşəbbüskarlığı və yaradıcılığı nüfuzlu insanların diqqətini cəlb edəcək və onlar etibarlı müttəfiq olacaqlar, deyə bürc vəd edir. 2026-cı ilin ikinci yarısı bu bürc üçün xüsusilə əlverişli olacaq, ictimaiyyət qarşısında çıxış etmək, danışıqlar aparmaq və təsir dairələrini genişləndirmək üçün əlverişlidir. Eyni zamanda, ulduzlar şirlərin özlərini çox yaymaqdan çəkinməli olduqlarını vurğulayırlar. Maksimum nəticə əldə etmək üçün bir və ya iki prioritet vəzifəyə diqqət yetirməlidirlər. 2026-cı ilin əvvəlində şirlər maliyyə problemlərindən qaçınmaq üçün büdcələrini ağıllı şəkildə idarə etməlidirlər. Lakin ilin ikinci yarısında onların maliyyə vəziyyəti sabitləşəcək və gəlirləri artmağa başlayacaq, deyə ulduz falı vəd edir. Eyni zamanda, astroloqlar riskli investisiyalardan çəkinməyi məsləhət görürlər. Od atı dövründə vəsaitləri uzunmüddətli məqsədlərə yönəltmək daha yaxşıdır. Şirlər şəxsi həyatlarında həm çətinliklər, həm də yeni imkanlar gözləyə bilərlər. 2026-cı ilin əvvəlində bu bürcün ailə üzvləri üçün anlaşılmazlıqlar və münaqişələr mümkündür. Lakin vəziyyət payıza qədər xeyli yaxşılaşacaq. Lakin buna nail olmaq üçün səmimi söhbətlərdən qaçmamaq və yığılmış problemləri dürüstcə müzakirə etmək vacibdir. Subay şirlər üçün od atı yaz və yay aylarında canlı, lakin qısa müddətli bir romantika üçün fürsət təqdim edəcək. Lakin payıza qədər bu bürcün bir çox nümayəndəsi uzunmüddətli münasibətlər üçün etibarlı bir tərəfdaşla görüşmək şansına sahib olacaq. Hər halda, astroloqlar şirləri şeyləri məcbur etməməyə və münasibətlərin təbii şəkildə inkişaf etməsinə icazə verməyə çağırırlar. Ümumiyyətlə, od atı bu bürc işarəsinə həyatın bütün sahələrində yeni zirvələrə çatmaq şansı verəcək. ...2026-cı ildə qız bürcləri harmoniya, nizam və dinamizmi birləşdirməyi öyrənməli olacaqlar. Bürclərə görə bu il bu bürcünün planlaşdırma və detallara diqqət yetirmək kimi keyfiyyətlərini nümayiş etdirməli olduğu bir dövr olacaq. Astroloqlar vəd edirlər ki, qız bürcləri bu vəzifədə uğur qazanarsa, qırmızı od atının himayəsi altında olan dövrdə onları şəxsi inkişaf gözləyir. Peşəkar sahədə 2026-cı il qız bürcləri üçün məhsuldar olacaq və əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək. Ulduzlar vəzifədə yüksəliş, karyera dəyişikliyi və ya gəlir artımı proqnozlaşdırır. Xüsusilə dövlət sektorunda çalışan qız bürclərini karyerada irəliləyiş şansı gözləyir. Bununla belə, astroloqlar bu bürcü maliyyə məsələlərində ehtiyatlı olmağa çağırırlar. Qız bürcləri şübhəli investisiyalardan və digər insanların öhdəliklərindən çəkinməlidirlər. Bürclər may və noyabr aylarının ən problemli aylar olacağını göstərir. Bu bürcün şəxsi həyatı qırmızı od atının himayəsi altında il ərzində harmoniya və qarşılıqlı anlaşma içində inkişaf edəcək. Romantika üçün ən əlverişli aylar mart, avqust və noyabr ayları olacaq. Ümumilikdə 2026-cı il ulduz falı qız bürclərinə yalnız məntiqə güvənmək əvəzinə intuisiyalarını inkişaf etdirməyi tövsiyə edir.
Mənəvi inkişaf üçün fəlsəfə və psixologiyanı öyrənmək uyğundur. Astroloqlar qeyd edirlər ki, bu sahələr qız bürclərinə uzun müddətdir suallara cavab tapmağa və özlərini daha yaxşı başa düşməyə kömək edəcək. 2026-cı ildə qırmızı od atının qız bürclərinə öyrədəcəyi əsas dərs dəyişikliyi qəbul etməyi öyrənmək ehtiyacı olacaq. Bürclər qız bürclərini köhnədən imtina etməyi qəbul etməyə təşviq edir. Çünki boşalmış məkan tezliklə yeni imkanlarla dolacaq. Tərəzi bürcü üçün 2026-cı il ahəngdar irəliləyiş dövrü olacaq. Bununla belə qırmızı od atı bu bürcdən daha böyük qətiyyət tələb edəcək. Bürclərə görə 2026-cı ildə tərəzilər rahatlıq zonasından çıxmalı və cəsarətli addımlar atmalı olacaqlar. 2026-cı ilin yeni ilində tərəzilər şəxsi həyatlarında əhəmiyyətli dəyişikliklər gözləyə bilərlər. Subay tərəzilər üçün qırmızı od atı dəstək və inam hissi verə biləcək tərəfdaşlar gətirəcək. Bununla belə münasibətlərdəki tərəzilər yetkinlik dərsi almalı olacaqlar. Bürclərə görə aprel, iyun və sentyabr ayları romantika üçün ən əlverişli aylar olacaq. Astroloqlar izah edirlər ki, bu aylar sevgi tapmaq və ya mövcud münasibətləri gücləndirmək üçün ən böyük şans təqdim edir. Peşəkar həyatlarında tərəzilər intuisiyaya əsaslanaraq tez qərarlar qəbul etməyi öyrənməlidirlər. Ümumilikdə 2026-cı il yeni tərəfdaşlıqlar yaratmaq, investor tapmaq və iddialı layihələrə başlamaq üçün əlverişlidir. Bürclərə görə beynəlxalq bazarlara çıxmaq və ya peşəkar cəmiyyətdə tanınmaq kimi üfüqləri genişləndirmək mümkündür. Maliyyə baxımından 2026-cı il qarışıq olacaq. Tərəzi bürcünün gəliri dalğalanmalara baxmayaraq artacaq. Astroloqlar qeyd edirlər ki, avqust və dekabr ayları tərəzi bürcü üçün ən gəlirli aylar, mart və noyabr ayları isə ən bahalı aylar olacaq. Ümumilikdə ulduz falı bu bürcü tanış olanların sərhədlərini aşmaqdan çəkinməməyə təşviq edir. Qırmızı od atı tərəzi bürcü üçün zəngin imkanlar açacaq. Əqrəblər 2026-cı ildə daxili və xarici dəyişikliklər gözləyə bilər. Bürclərə görə bu bürcün şəxsi həyatı dramatik və bəzən gözlənilməz dönüşlərlə yadda qalacaq. Bir tərəfdən əqrəblər uzunmüddətli münasibətlərə son qoya biləcək, digər tərəfdən isə hisslərinin bütün dərinliyini qəbul edə biləcək bir tərəfdaş cəlb edəcəklər. Astroloqlar qeyd edirlər ki, fevral, may və oktyabr ayları əqrəblər üçün xüsusilə əlamətdar olacaq. Peşəkar olaraq bu bürc əlaməti maddi uğurlarla mübarək olacaq. Qırmızı od atı ili bacarıqların artırılması və yeniləri əldə etmək üçün əladır. Bununla belə əqrəblərin strateji addımlara, uzunmüddətli planlar üzərində düşünməyə və ardıcıl hərəkət etməyə diqqət yetirməsi vacibdir. Bürc xəbərdarlıq edir. Bu bürcün maliyyə vəziyyəti 2026-cı ildə tədricən yaxşılaşacaq. Payızda və ilin sonunda böyük gəlirlər gözlənilir. Eyni zamanda bürc maliyyə savadlılığının vacibliyi barədə xəbərdarlıq edir. Əqrəblər bu yay böyük, mənasız xərclər etmə ehtimalı yüksəkdir. Buna görə də ulduzlar sizi impulsiv alış-verişlərdən və şübhəli təkliflərdən çəkinməyə çağırır. Ümumiyyətlə, od atı ilində əqrəblər çətin vəziyyətlərdə əsl potensiallarını ortaya çıxara biləcəklər. Ancaq məsuliyyət götürməkdən və müəyyən edilmiş sərhədlərindən azad olmaqdan çəkinmədikləri təqdirdə. Oxatan üçün 2026-cı il 10 illiyin ən ilham verici illərindən biri olacaq. Qırmızı od atının himayəsi altında bürc bürcünün xəyalları gerçəkləşə bilər. Lakin oxatan məqsədyönlü şəkildə hərəkət etməli, sərhədləri aşmaqdan qorxmamalıdır, deyə ulduz falı vurğulayır. Qırmızı od atı bu bürc bürcünün şəxsi həyatına macəra ruhu gətirəcək. Subay oxatanlar üfüqlərini genişləndirəcək və yeni üfüqlər açacaq biri ilə qarşılaşacaqlar. Bürclər izah edir ki, bu mütləq romantik bir əlaqə deyil, əksinə onların dünya görüşünü dəyişdirən transformativ bir görüş olacaq. 2026-cı ildə ailələri olan oxatanlar münasibətlərini növbəti səviyyəyə qaldıra biləcəklər. İl həmçinin uşaq sahibi olmağı planlaşdıran cütlüklər üçün əlverişlidir. Peşəkar sahə oxatanlar üçün böyük imkanlar açacaq. Qırmızı od atı bu bürcün ölkələri, sahələri və ya statuslarını dəyişməyə hazır olan cəsarətli nümayəndələrinə üstünlük verəcək.
Bürclərə görə media, təhsil və turizm sahələrində çalışan oxatanlar ən böyük uğura imza atacaqlar. 2026-cı ildə maliyyə mənzərəsi dinamik olacaq. Astroloqlar böyük risklər götürməyə hazır olan oxatan bürcünün böyük qazanc əldə edəcəyini proqnozlaşdırırlar. Bununla belə, o datı ehtirasla ehtiyatlılığı birləşdirməyi bacaranları mükafatlandıracaq. Bürclər izah edir ki, ümumilikdə 2026-cı ildə oxatan bürcünün üzvləri istəklərini həll etməli və enerjilərini və resurslarını hara xərcləyəcəklərini anlamalı olacaqlar. Oğlaqlar üçün 2026-cı il sistemli inkişaf dövrü olacaq. Burada hər addım təcrübə və ayıq hesablama ilə dəstəklənəcək. Məhz qırmızı od atı ilində bu bürc son 10 ildə göstərilən bütün səylərin bəhrəsini görə biləcək. Bürclərə görə 2026-cı ilin əvvəli oğlaqlar üçün işgüzar bir temp yaradacaq. Yanvar və fevral aylarında bu bürc üçün detallara nəzər salmaq vacib olacaq. Mövcud razılaşmaları nəzərdən keçirmək, prioritetləri aydınlaşdırmaq və əhəmiyyətsiz hala gələn tapşırıqları aradan qaldırmaq. Astroloqlar söz verirlər ki, bu bürc əsas şeylərə diqqət yetirərsə, 2026-cı ilin ilk yarısında artıq nəzərə çarpacaq nəticələr görəcəklər. Yazın gəlişi ilə oğlaqların peşəkar nüfuzu artacaq. İnsanlar getdikcə daha çox məsləhət üçün bu bürcə müraciət edəcəklər və qurulmuş əlaqələr sayəsində mürəkkəb məsələlər daha tez həll olunacaq. Bu dövrdə oğlaqlar yeni bacarıqlara yiyələnmək və ya qeyri-ənənəvi həllər axtarmaq imkanlarına da sahib olacaqlar. Bürclər yayın əvvəlində bürc üçün gəlir artımını proqnozlaşdırır. Lakin astroloqlar yeni əldə edilmiş maliyyə resurslarından istifadə edərək impulsiv xərclər əvəzinə sabitliyi gücləndirməyi məsləhət görürlər. 2026-cı ilin payızına qədər bəzi oğlaqlar həyata yeni bir prizmadan baxacaqlar. Bürclərin göstərdiyi kimi bu bürc maliyyəyə yanaşmalarını, iş yükünü yenidən nəzərdən keçirmək və ya hətta karyera fokuslarını dəyişdirmək istəyəcək. Ulduzlar oğlaqlara artıq maraqlarına xidmət etməyən şeylərdən əl çəkməkdən qorxmamağı məsləhət görür. Boş qalan məkan tezliklə yeni imkanlarla dolacaq. Maliyyə sahəsində qırmızı od atı ili sabit böyümə dövrü olacaq, lakin müəyyən nüanslarla. 2026-cı il üçün ulduz falı ilin əvvəlində ehtiyatlılığa ehtiyac olduğunu, yazda mövqələrin tədricən güclənməsini və yay və payızda əhəmiyyətli dəyişikliklərin mümkünlüyünü göstərir. Bu bürc üçün uğurun əsas amilləri ehtiyatlılıq, riskləri təhlil etmək bacarığı və uzunmüddətli investisiyalar etmək istəyi olacaq. Qırmızı od atı oğlaqlar üçün sevgi sahəsində hiss olunacaq dəyişikliklər gətirəcək, partlayıcı deyil, dərin. 2026-cı ildə bu bürc üçün münasibətlər adi bir şey olmaqdan çıxacaq və məlumatlılıq tələb edəcək. Bürclərə görə məhz bu dövrdə oğlaqlar partnyorlarından nəyə ehtiyac duyduqlarını və bunun müqabilində nə verməyə hazır olduqlarını başa düşəcəklər. Münasibətlərdə oğlaqlar üçün 2026-cı ilin ilk yarısı yaxınlıq dövrü olacaq və ortaq gələcək haqqında müzakirələr aparmaq üçün şərait yaradacaq. Bu bürc işarəsi birlikdə yaşamaq, uzunmüddətli planlar və ya hətta evlilik mövzusunu müzakirə etmək istəyəcək. Münasibətlərdə oğlaqlar üçün diqqət yaxınlığa yönələcək. Bürc işarəsinin qeyd etdiyi kimi, bu bürc işarəsi özlərinə, istəklərinə və hisslərinə dəyər verməyi öyrənəcək. Astroloqlar əmin edirlər ki, bu transformasiya yalnız nikahı və həyat yoldaşları arasındakı anlaşmanı gücləndirəcək. Bundan əlavə, emosional yaxınlıq yeni səviyyəyə çatacaq. Subay oğlaqlar 2026-cı ildə yalnız zehnlərinə deyil, həm də qəlblərinə toxunacaq bir insanla tanış olacaqlar. Bürclər qeyd edir ki, görüş gözlənilmədən baş verə bilər, işgüzar tədbirdə deyil, oğlaqın istirahət etməyə və özləri olmağa qərar verdiyi bir yerdə. Yeni 2026-cı il Dolça bürcü üçün güclü daxili transformasiya və cəsarətli qərarlar dövrü olacaq. Qırmızı od atı ilində xarici təsdiq axtarmağı dayandıracaq və öz fikrinizə əsasən hərəkət etməyə başlayacaqsınız. 2026-cı ilin əvvəlində Dolça bürcləri yeni bilik və təcrübəyə can atacaqlar. Bürclərə görə yanvar və fevral aylarında bürc dəyərlərinizin yenidən qiymətləndirilməsi olacaq. Bir çox Dolça bürcləri şəxsi inkişaflarına nəyin mane olduğunu və nədən imtina etməli olduqlarını başa düşəcəklər. Bu özünü təhlilin ilk nəticələri erkən yazda görünəcək, sizə ilham gələcək və maraqlı fikirlər həmfikir insanları tez bir zamanda tapmağınıza kömək edəcək. 2026-cı ildə müəllimlik və bloq yazmaq Dolça bürcləri üçün xüsusilə uğurlu olacaq.
Yayda şəxsi həyatınızda dəyişikliklər sizi bürüyəcək, subay dolçalar partnyorları ilə görüşəcək və ailələr böyüyəcək. Uzunmüddətli münasibətlərdə olanlar nəhayət qırmızı od atı sayəsində statuslarını müəyyən edə və növbəti səviyyəyə keçə biləcəklər. 2026-cı ildə maliyyə mənzərəsi ağlabatan artım istiqamətində inkişaf edəcək. Bürclər dolça bürcünü riskli investisiyalara tələsməməyə çağırır. Bu bürc üçün ən gəlirli aylar mart, iyun və dekabr ayları olacaq. Əvvəllər gözləmədikləri mənbələrdən gəlir əldə etmək mümkündür. Lakin bu bürc əldə etdikləri bütün gəlirləri özlərinə yatırmalıdır. Təhsil, səhiyyə və peşəkar bacarıqlar. Balıqlar üçün 2026-cı il gizli güclü tərəflərin oyanması və uzun müddətdir planlaşdırılan planların gerçəkləşməsi dövrü olacaq. Qırmızı od atı bu bürcü qətiyyətlə dolduracaq və xəyallarını gerçəkləşdirmək üçün təkan verəcək. İlin ilk yarısında balıqlar incə siqnallara qulaq asmalıdırlar. Əvvəllər şübhələnməmiş istedadları kəşf edə və ya unudulmuş yaradıcı layihələrə qayıda bilərlər. Münasibətlərdə balıqlar üçün 2026-cı il paylaşılan macəralar və səmimi söhbətlər vasitəsilə hisslərin yenidən alovlanmasına səbəb olacaq. Qırmızı od atı ilində subay balıqlar gözlənilmədən səmimi və dərin münasibətlər üçün bir maqnitə çevriləcəklər. Lakin buna nail olmaq üçün bu bürc işarəsi zəiflik göstərməkdən çəkinməməlidir. Yayda balıqlar gəlirə yanaşmalarını yenidən nəzərdən keçirəcək və ya sevimli fəaliyyətlərindən pul qazanmağın yolunu tapacaqlar. Payızda astroloqlar yeni böyük layihələrin başlayacağını proqnozlaşdırırlar və ilin sonu liderlik keyfiyyətlərini nümayiş etdirmək üçün fürsət yaradacaq. 2026-cı ildə balıqlar maliyyəyə şüurlu şəkildə yanaşmalı olacaqlar. Bürclər impulsiv xərclərdən çəkinməyi tövsiyə edir, əks halda borclana bilərsiniz.